Əziz dostlar, bu danışıqda da federalizm, istiqlal hangisi deyə ikinci bölümü kimi xidmətinizə sunmaq istəyirəm. Bu danışıqda istiqlalçı düşüncəsi olanların məntiq və analizlərinə toxunmaq istəyirəm. Yəni, istiqlalçılar hansı məntiq əsasında istiqlal şüarını verirlər? Keçən danışığımızda dəqiqcə göstərdik ki, istiqlaliyyət şüarı bu aşamada bizim millətimizə, İranda və bu tarixdə imkansızdır və eyni halda ziyan verici bir rol oynayır. Amma istiqlalçı dostlarımızın məntiqinə baxanda təəssüflə indiyəcən mən bir ciddi məqalə görməmişəm. Əsas məsələyə diqqət eləyəndə baxırsınız istiqlalçı dostlarımızın istidlalları, məntiqi buna dayanır ki, güya istiqlalla federalizmi qoyub da boşqaba bizə təqdim eləyirlər. Mən federal boşqabı götürürəm və bu dostlarımız o istiqlal boşqabını almaq istəyirlər. Güya bizə verirlər onu. Niyə federal götürür, onu da istiqlalı götürəkdən. Bu istidlallarından biridir. Amma baxanda bizim bu istiqlalçı dostlarımızın məntiqlərinə hamısı belə düşünürlər ki, deyir ki, bizi bunlar, yəni İran hakimiyyəti bu güclərin rəsmiyyəti tanımır. Tamam, biz də bilirik tanımır. Bizim durumumuz, yəni millətlərin hərəkatının gücü və indiki biz Türk milli hərəkatından danışıq, gücü o dərəcədədir ki, eləyə bilmiyoruz haqqın əldə etsin bu hakimiyyətin qarşısında. Ayrı bir istidlal var ki, istiqlalçı dostlarımız deyirlər. Bax, bu oppozisyonda, müxalifətdə olan fars qrupları ya sərasəri qrupların heç biri bizim haqqımızı qəbul etmir. Heç biri bizi qəbul etmir, Türklərin rəsmiyyətini qəbul etmir, Türklərin bir millət olaraq qəbul etmir. Heç vaxt biz istəyənləri demirlər. Ona görə biz bunlarla yaşayanmarıq, biz bunlarla paylaşanmarıq. Bunlar heç zaman hazır olmayacaqlar, məmləkəti bizlə paylaşsınlar. Ona görə biz buradan ayrılmalıyıq. Ayrılmasaq haqqımıza çatmayacağıq. Bu fikrə görə elə ki, indi bir fürsət düşüb də bir hərəkat yaranıbdır İranda və Güney Azərbaycanda. Ki deyir ki, bu hərəkətin yaranması bir fürsət verib bizim əlimizə ki, özümüzü qurtaraq bu İran çərçivəsindən, ziddi türk siyasətlərindən və xalqımızı əzib məhv eləməsindən qurtaraq istiqlal şüarı ilə. Siyasət güclərin bölünməsi, güclərin qarşılığıdır. Kimsə kimsəyə haqq verməz. Hər kim olur olsun, hakimiyyətdə olsaydı birinə haqq verməzdi. Haqqı alarlar. İstiqlaliyyət fikri ilə federalizm fikrinin fərqi buradadır ki, bu haqqı almada federal düşüncəsi ilə çox güc yığa bilərsən ki, bu haqqı alasan, ya istiqlal gücü yığa bilərsən ki, hakimiyyətdən haqqı alasan. Buna düşünmək lazımdır. Biz, hətta Kürt məsələsi də bu cürdür. Ona sonra amma toxunacağım müstəqil bir danışıqda Kürt məsələni bir metod kimi baxacaq ki, necə bir yanlış düşüncə bu hərəkatın içində gedir və bizim hərəkatın içində siyasi qüvvəni parçalamağa məşğuldur. Sizə mən bunu deyim, o günə dək ki, biz öz şəhər və kəndlərimizi siyasi gücümüzlə kontrol altına keçitməmişik, kimsə bizim haqqımızı qəbul etməz. Siyasət gücünə təyin olar. Gücümüz əlimizdə olursa, alarıq. Olmasa, ala bilmərik. Bunlar əsas söz konusudur. Təbii ki, güc olan əldə verməyəcəklər. Bizimkilərin də əlində onu verməyibdir. Siz buyurun Türkiye'yə. Türkiye'də 40 illik silahlı savaş gedir. Türkiye istəyir ki, Kürdistanın federalizm qəbul eləsin. Mən sizə bir misal vurum. Biraz yaxşı düşünmək lazımdır. Türkiye İranla qabili müqayisədir. Yox, müqayisə olunmaz. Türkiye'də ən azı bir nimi demokratik bir hakimiyyət var. Mən elə düşünürəm. Və Türkiye kasıblamaqdadır. Baxın, İran mütləq bir dini istibdad sürür. İranda da elə dövlət hoviyyəti bir millət, ulus dövlətidir, Fars ulus dövlətidir ya. Türkiye'də də bir ulus dövlətidir, Türk ulus dövlətidir. Türkiye'nin dövlət mahiyyəti nimi demokratikdir. 40 ildir savaş gedir, silahlı savaş gedir orada. Amma qələbə çalanmayıblar. Türkiye'də federalizm sözü də yoxdur. Yəni o ki silahlı savaşır orada, federalizm sözünde danışmır. Biz İranda ki hələ taza başlamışıq. Təşkilatlarımızın özünüz baxın ki, nə qədər üzvləri var, nə qədər güclüdürlər.
saymayayım, ədəd də deməyim. Məsələn, Türkiyənin hakimiyyətin qabili müqayisələri 100 il, bəlkə 150 il Türkiyədən dağılıdır siyasi cəhətdən, istibdadı siyasətindən və dini bir dövlətindən Türkiyədə federalizmin adını çəkmək olmaz. Siz dostlar, istiqlalçı İranda istibdadı da dini istibdadın altındakı və bizim təşkilatlarımın güclərini bilə-bilə və bizim toplumumuzun asimili olan bilə-bilə istiqlal şüarı verirlər. Bu rasyonalizmlə, gerçəkçiliklə uyğunmu? Heç bir baxmayacaqsınız dünyada nə geçir. Hətta bizim öz Türkiyəmizdə nə hadisələr olur. Ona görə bu söz ki, onlar bizi rəsmiyyətə tanımır, onlar bizim dilimizi rəsmiyyətə tanımır, özümüzü rəsmiyyətə hamısı düz. Onların o güstahca həmlələri nişan verir ki, biz halən zəifik. Amma bu federalizmə həmlələr var, başlanıb son zamanlarda. Bu bir nişanədir ki, bu həqlər İranda irəliləmədə, millət içində yayılmadadır. Amma o qədər güc sahibi deyil deyə bilsin, o səsləri batırsın. Biz əməli meydanda, bizim bu istiqlalçı dostlarımız əməli meydanda güc göstərməyə nə edəcəklər? Kiminlə müzakirə? Baxın, indi bu günlər İranda indi təhvülat, siyasi təhvülat. İranda Amerikanın fişarı, xaricdən fişar gəlir, yəni içəridə fişar, usyanlar filanlar. İndi İrana fişar gətirmək lazımdır. Fəaliyyət lazımdır, meydana, xalqı meydana çəkmək lazımdır. Və İranda yalnız bilirsiniz, Türklər hakimiyyəti, yəni yalnız bir millət. Hətta Farslar belə bu hakimiyyəti yıxanmazdı təhliqində. Çünki bunu elə bu yaşıl hərəkatın içində göstərdilər. İranda bir siyasi yaxınlıq və mən onun adım siyasi solidarite qoyuram. İranın siyasi rejiminə qələbə çalmaq üçün bir siyasi solidarite o gücü yaraldır ki, İran rejiminə lazımi zamanda qələbə çalsın. Çünki İranda toplumsal hərəkət geniş vasitədə İran rejiminə hücum gətirməsə, heç zaman bu rejimi dəyişmək olmaz. Yəni bir gün yalnız Azərbaycanda ya Türklər üsyan etsin, onu bastırarlar. Bir gün Kürdlər üsyan etsin, bastırarlar. Bir gün Farslar üsyan etsin, bastırarlar. Bir gün Ərəblər üsyan etsin, bastıracaqlar. Amma həman anda tamam millətlər üsyan edirsə, onu bastırma mümkün olmayacaq. Ona görə bir yaxınlıq, bir əlaqə, bir danışıq, müəyyən bir irtibat, fərqli kəsimlərlə, hər kəs öz kəsimi ilə. Yəni, qeyri-fars millətlər, fars mərkəzçi hərəkatın içində hansı bölümlərlə yaxınlaşıblar və danışa bilər və əlaqə qura bilər. Və belə bir birlik hakimiyyət əleyhinə yaratmaq lazımdır. Soru buradadır. İstiqlalçılar bu aşamada İran rejimini dəyişməkdə, onu sıxıntıya qoymaqla kiminlə işbirliyi eləyəcəklər? Kim hazırda olanın işbirliyi eləsin? Kim hazırda olanın danışsın və onlar deyil, onlar hazırdılar kiminlə danışsınlar? Nə bunlar qəbul edirlər birinlə danışsınlar, nə orada mərkəzdən hazır ola birinlə danışmağa. Yəni əmələn o qüvvəyi ki, bugün istiqlalçı adı edilir, o qüvvələri əsli meydanı hərəkətdən alıb da inzivada saxlayacaq. Çünki istiqlalçı düşüncə İran çapında kiminlə birləyəcək rejim əleyhinə qarşı eləsin. Və biri var desin ki, bu istiqlalçı dostlarımız hangi taktiklə rejimin əleyhinə fəaliyyət edəcəklər? Bir istiqlalçı fəaliyyət və dostum ki, mənə deyir ki, bizim paslarla işimiz yoxdur. Bizim işimiz olmasa bunlarla, onlar da rejimlə müxalifdirlər və istəyirlər yıxsınlar. Necə biz eləyə bilərik? Ümumiyyətlə iş birliyi, bir model tapılsın ki, millətlər rejimin əleyhinə üsyan eləsin ki, biz onu yıxsınlar. İstiqlalçı hərəkət kiminlə danışacaq? Kimsə ilə danışa bilməz. Bu şüar hətta məncə çoxlu qrupları mərkəzdə itələyir rejimin dalısına. Şüar istiqlal istər-istəməz, yəni farslar ki, bu rejimlə müxaliflər, onların mühafizəkar kəsimlərini itələyir etsin rejimin dalısına və rejimi gücləndirsin. Amma federal şüarın qabağında elə bir şey olmaz. Federal şüarının qabağında bu mühafizəkarlar o rahatlıqda gedib girməzlər hakimiyyətin dalısına. Çünki İranın içində və hətta mərkəzçilərdə də federal modelində istəyən düşüncələr var. Hər halda federal modelində dövlət quruculuğu, ekonomun, kültürün və tamam sahələrdə gəlişmək üçün bölümlərin, ondan əhəmiyyətli olan sınırlar, düzgün sınırlarımızın, torpaq, yəni vətənin sınırları, bu danışığı yalnız sual yaratmaq üçün, dərindən düşünmək üçün, əsasən niyə mən federal və istiqlal konusuna toxunuram deyə, biz Azərbaycan və ümumiyyətlə Türk bölgələrində
və İran çapında türkləri bir araya gətirib biz siyasi genel güc bir yerə yığmalıyıq. Biz hətta Tehranda olan gücümüzü toplamalıyıq. Çünki sabah bu demokrasi savaşında İran mərkəzində bizim meydanı huzurumuz olmasa orada biz pay ala bilmərik. Yəni biz həm öz bölgəvi savaşda topraklarımızı kontrol altına keçirmək gərəkir və bir tərəfdən də meydani hərəkətdə İranın başqa bölümlərində, xüsusən Tehranda meydani hərəkətdə olmamız demokratik değişim rol oynamalıyıq. Ona görə istiqlaliyyət şüarı bizim xalqımızı Tehranda münzəvi edər, bizim xalqımızı başqa bölgələrdə münzəvi edər və hətta bizim hərəkatımızı başqa millətlərin hərəkatının qarşısında zəiflədir. Ona görə yenə istiqlalçı dostlara, ələlxüsus rasyonalisti düşünən istiqlalçılardan istərəm ki, gerçəkçi olub bugün federalçı hərəkata qarşısınlar, xalqımızın gücün artıb organizə etsinlər və yaxın dəyişikliklərdə İranın siyasi sahəsində ciddi bir rol oynamağa şərait yaratsınlar. Sağ olun.